Həmçində küfr eləyən dərhal kafir olmur. Müşrik eləyən dərhal müşrik olmur. Bu mühüm qeyddir ya. Bu bizi xavariclərdən ayırır. Düzdür, həmçinin biz də deyirik, kim şirk eləyir, o mümindir, imanı kamildir və s. Murciəliyi də qəbul eləmirik. Biz sadəcə deyirik, müsəlmandır, lakin əməlində şirk var. Müsəlmandır, əməlində küfür var. Müsəlmandır, əməlində nifaq var. Müsəlmandır, böyük günah sahibidir. Biz belə deyirik. Ona görə mən deyəndə mənə sual oldu ki, müsəlmandır, lakin şirk eləyir. Ölsə, əbədiyyən cəhənnəmdə qalacaq. Mən də cavab verdim ki, yox. Çünki əgər müsəlman sayılırsa o ələm, müsəlman sayılırsa dindən çıxmayıbsa, şəfaət hədisində misal gətirdim orada. Ki, zərrəcən, hətta 3 dəfə deyir bir rivayətdə. Ki, qəlbində çıxacaq. Kimin qəlbində var iman, çıxacaq cəhənnəmdən. Cəhalət hökmün müəyyən şəxsə erməsində bir maniyədir. Bəziləri cahillik üzürdür sözünün mənasını anlamır. Niyə? Cahillik üzürdür dedikdə elə zənn edirlər ki, yəni cahilsənsə kef elə, rahat, hər şey sənin üçün icazəlidir. Xeyr. Cahillik üzür o deməkdir ki, yəni o adamda bilməməzliyin olması, məsələni bilməməyi, ona kafir hökmü verməyimizə mane olur. Sadəcə bir söhbət budur. Biz ona hökm verə bilmirik. Niyə verə bilmirik? Çünki adam bilmir. Bismillahirrahmanirrahim. Bir kəsin belə deməsi ki, cahilliklə Allahdan başqasına ibadət edən, şirk edən kəs üzürlüdür, amma biz demirik ki, kef eləsinlər. Və ya bir kəsin belə deməsi ki, şirk edən hüccət çatmayınca müşrik sayılmır, əməlində şirk var, ancaq özü müşrik deyil, böyük günah sahibidir. Amma hüccət çatmadığı üçün müşrik sayılmır demək, şəriətə, əqlə, məntiqə zid iddiadır. Sual verilir bu kəslərə, biz onlara kef edin demirik, nə deyirsiniz bəs? Onları qınayırsınız, onların böyük günah sahibi olduğunu iddia edirsiniz, doğrudur. Onların cəza görəcəyini, etdikləri şirkə görə Allah Azze və Cəllənin onları cəzalandıracağını deyirsiniz, doğrudur, bəli. Halbuki buna zərrə qədər haqqınız yoxdur. Sizin onları qınamağınız şəriətə, əqlə, məntiqə ziddir. Nə üçün? Ümumiyyətlə, qardaşlar, bir şey haqqında hökm verməzdən əvvəl o şeyin özünün nə olduğunu, mahiyyətini dəqiq bilməliyik. Bu olmasa, onun üzərinə qurulan bütün hökmlər zid, batil və iftiradan başqa bir şey olmayacaq. Cəhalət üzürdürmü, üzür deyilmi deyə illərlə mübahisələr gedir, danışılır. Ayələr, hədislər, alimlərin sözləri. Amma əsas məsələ daima qalır kənarda. Onun cavabını tapsaq, hər şey günəş kimi ortadadır. Üzürlü olmaq nədir? Buna diqqət edin, qardaşlar. Üzürlü olmaq nədir? Üzürlü olmaq dedikdə nə nəzərdə tutulur? Əql sahibi olan bütün insanların ittifaq etdiyi, istər müsəlman olsun, istər kafir olsun, yer üzərində əql sahibi hesab edilən, əql sahibi olan bütün insanlar, yəni dəlillər çıxmaq şərti ilə, dəlilləri, uşaqları, mükəlləf olmayanları çıxmaq şərti ilə əqli olan bütün insanların ittifaq etdiyi qayda budur ki, üzürlü olmaq, bir şəxsin hər hansı bir vəziyyətdə günahkar sayılmaması, məsuliyyət daşımaması və ya etdiyi hərəkətə görə bağışlanması deməkdir. Bir insanın etdiyi hərəkət üçün əsaslı səbəbi varsa və bu səbəb başqaları tərəfindən qəbul edilirsə, o üzürlü sayılır. Etdiyi hərəkət şirk edir, əsaslı səbəbi odur ki, bilmir onun şirk olduğunu, cahildir. İçki içir, əsaslı səbəb gətirir ki, içkinin haram olduğunu bilmir. Zina edir, əsaslı səbəb gətirir ki, zinanın haram olduğunu bilmir və s. Burada tək cəhalətdən danışıq, çünki burada əsas mövzu cəhalətlə üzürlü olması məsələsidir. Digər məsələlərdə biz ixtilaf etmirik zaten. Yəni, bu dil sürüşməsi, ikra falan, bu məsələlərdə biz ixtilaf etmirik. Cəhalət məsələsindən danışdığımız üçün bunu misal verirəm. Bir nəfər şirk etməyinin səbəbini gətirir ki, cahilliklə şirk edir, cəhalət səbəbi ilə şirk edir. Və bu başqaları tərəfindən qəbul edilirsə, o üzürlü sayılır. Ümumilikdə üzürlü olmaq, bir davranışın səbəbinin qəbul edilməsi və həmin şəxsə qarşı qınamanın aradan qalxmasıdır. Və bu qaydadır. Bu dediklərimiz bütün insanların ittifaq etdiyi qaydadır. Üzürlü olmaq,
bir davranışın səbəbinin qəbul edilməsi, yəni deyilirsə ki, içkinin haram olduğunu bilmədiyi səbəbilə içki içdi, şirkin haram olduğunun, bu əməlin şirk olduğunun bilməməsi səbəbilə, cahil olduğu səbəbilə şirk etdi və o səbəb ondan qəbul edilirsə, bu səbəbin qəbul edilməsi və həmin şəxsə qarşı qınanmanın aradan qalxmasıdır. Bu, iki nəfər əql sahibi insanın ixtilaf etmədiyi bir qaydadır. Bu, əql adlı neymətə sahib olan yer üzərindəki bütün insanların icma etdiyi həqiqətdir. Bu icmaya yalnız ya inatkar, ya da əql neymətindən məhrum olan kəs müxalifət etmişdir. Əksini iddia edən varsa, çıxsın desin ki, sən üzrə səhv tərif verdin. Üzür o deyil, üzür budur. Bu birinci məsələ. İkinci məsələ, qardaşlar, üzür iki növdür. Qəbul olunan üzür və qəbul olunmayan üzür. Bir kəsin özündən asılı olmayan səbəblə özünə üzür gətirməsi qəbul olunan üzürdür. Və bu üzürə görə həmən kəsi qınayan, ittiham edən kəs ədalətsiz, zalım bir kəsdir. Bir kəsin özündən asılı olan səbəblə özünə üzür gətirməsi isə, yəni bir üzür gətirir, halbuki onu dəf etməyə qadir idi. Özündən asılı olan səbəblə bunu etmişdir. Bu qəbul olunmayan üzürdür. Və bu kəsi qınamaq, onu cəzalandırmaq zülm deyil, ədalətsizlik deyil. Bu iki üzürün ikisinə də misal verə bilərik. Həm dünyadan, həm şəriətdən misal verə bilərik. Məsələn, dünyadan misal verək. Bir kəs işə gecikir. Müdür səbəbini soruşduqda deyir ki, yolda avtobus qəza etdi, yol bağlandı, digər avtobus gələnə qədər, yol açılana qədər gecikdim. Bu qəbul olunan üzürdür. Çünki onun işə gecikməsi həmin kəsin özündən asılı olmayan səbəblə baş vermişdir. Əgər buna görə müdür onu qınasa, ona cəza versə, ədalətsiz bir sifətə sahibdir demək. İkinci növ üzür nə dedik? Qəbul olunmayan üzür. Adam işə gecikir. Müdür soruşur ki, niyə gecikdin? Deyir ki, dostlarımla gecə yarıya qədər yeyib içdik, səhər saatin zəngini qurmadım, yatıb qaldım. Özündən asılı olan səbəblə üzür gətirir. Yəni, saatin zəngini qurmalıydı, qura bilərdi, qəsdən qurmadı, yatıb qaldı. Bu qəbul olunan üzürdürmü? Xeyr. Müdür bu kəsi qınasa və ya cəzalandırsa, ədalətsizlik etmiş olurmu? Xeyr. Çünki bu kəsin gecikməsi özündən asılı olan səbəblərə görədir. Yəni, bu adam özünə üzür gətirsə belə, əslində heç bir üzürü yoxdur. Səbəbkar özüdür. Buna şəriətlə də misal verək. Məsələn, Allah Rəsulü sallallahu aleyhi və sələm buyurur ki, Mən nəsiyə salətə əv nəmə anhə fəkəffəratuhə ən yusalləhə izə zəkərəhə. Kim namazı unudarsa və yatıb qalarsa, onun kəffarəsi xatırladıqda və oyandıqda qılmasıdır. Bir kəs unutduğu halda və ya yatıb qaldığı halda namazı gecikdirərsə, nəinki günah qazanır, heç gözün üstündə qaşın var da deyilmiş. Bir adam yorğun idi. Oturmuşdu ağacın kölgəsində, məsələn, misal verik, tarlada işlədi, günün altında işlədi, çox şiddətli yoruldu, dincəlmək üçün ağacın kölgəsində oturdu və o halda yuxuya getdi. Və ayılanda gördü ki, artıq namazın vaxtı çıxıb. Bu adam qınanılır, əsla və əsla qınanılmaz. Kim bu adamı qınayarsa, o ədalətsiz, zalım bir kəsdir. Kim bu adama bu əməlinə görə cəza verərsə, ədalətsiz, zalım bir kəsdir. İkinci bir adam düşünün. Yatmağa hazırlaşır və bilir ki, yatsa namaza oyanmayacaq. Buna görə saatin zəngini qurmalıdır və ya kiməsə xəbərdar etməlidir ki, özünü oyatsın. Amma qəsdən bunu etmir. İmkanı ola bunu etmir ki, doyana qədər yatsın. Və namazı qaçırır. Sual, bu adam birinci kəs kimi üzürlüdürmü? Əsla, ittifaqla üzürlü deyil. Çünki özündən asılı olan səbəblə yatıb qalmışdı. Bu səbəbi dəf etməyə qadir idi. Eyni şey, qardaşlar, Allah Əzə və Cəllənin şəriəti üçün də keçərlidir ki, bəli, buna şəriətdə misal verdik. Bir nəfər desə ki, yox, şəriətdə üzür məsələsi başqa cürdür, əmin olun ki, o ya inatkardır, ya da axmaqdır. Keçək öz mövzumuza. Bir nəfər cəhalət səbəbilə şirk edir. Allah ilə yanaşı başqasına ibadət edir. Başqası isə deyir ki, bu cahil olduğu üçün üzürlüdür. Yuxarıda üzürün tərifini verərkən nə demişdik? Demişdik ki, bir insanın etdiyi hərəkət üçün əsaslı səbəbi varsa və bu səbəb başqaları tərəfindən qəbul edilirsə, o üzürlü sayılır. Üzürlü olmaq bir şəxsin hər hansı bir vəziyyətdə günahkar sayılmaması, məsuliyyət daşımaması
və etdiyi hərəkətə görə bağışlanması deməkdir. Yəni üzürlü səbəblə cəhalət bir üzürdürsə, cəhalət də eyni ikrah kimi, dil sürüşməsi kimi, ağlın getməsi kimi bir üzürlü səbəbdirsə, bu kəs etdiyi əmələ görə Allah tərəfindən qınanılmayacaq, cəzalandırılmayacaq. Əgər kimsə desə ki, Allah üzürlü kəsi, bu kəslər, bu şirk edən kəslər üzürlüdür, şirk etdiklərinə görə, cahil olduqlarına görə üzürlüdür, Allah amma bu üzürlü kəsi cəzalandıracaq, bu Allaha ədalətsizliklə vəsf etməkdir və bu kəs şəksiz, şübhəsiz kafirdir. Çünki məxluqa yaraşmayan sifəti Allaha yaraşdırır. Həm deyir ki, bu kəs üzürlüdür, həm də deyir ki, Allah bu üzürlü kəsi cəzalandıracaq. Necə ki, bu danışan, ağıl neymətindənmi deyim məhrum olan, yoxsa inadkarmı deyim kəslər deyirlər ki, bunlara hüccət çatmadıqları üçün üzürlüdürlər. Hüccət çatmadıqları üçün müşrik demək olmaz, hələ müşrik olmurlar, müsəlmandırlar, amma böyük günah sahiblərdirlər. Böyük günah sahiblər də nədir? Allahın istədiyi altındadır, Allah istəsə onları cəzalandıra bilər. Doğrudurmu? Bəli. Üzürlü olan kəsi Allah istəsə cəzalandırar demək, Allaha qarşı atılan bir iftiradır. Allaha ədalətsizlikdə, Allaha zülümdə, zalımlıqda vəsf etməkdir və bunu iddia edən kəs şəksiz şübhəsiz kafirdir. Həm deyir ki, bu kəs üzürlüdür, həm deyir ki, Allah bu üzürlü kəsi cəzalandıracaq. Böyük günah sahibi olduğu üçün Allah bu kəsi istəsə cəzalandıracaq. Yəni, biz belə bir Rəbb tanımırıq. Həm öz qulunu hər hansı bir əməldə üzürlü görsün, həm də onu böyük günah sahibi adlandırsın, onu cəzalandırsın. Yəni, o kimin Rəbbidirsə, biz onu tanımırıq. Yəni, bir hakim düşünün. Həmin hakim məhkəmədə müttəhimi ittiham edir. Bir günahkar, bir şübhəli şəxs var, üzərinə ittiham olunan bir şəxs var. Hakim onu ittiham edir. Sonda müttəhimin gətirdiyi səbəbləri qəbul edir, onu üzürlü görür, görür ki, etdiyi hər hansı bir əməli, xətası özündən aslı olmadan edilib. Bu işdə onun heç bir günahı yoxdur, o üzürlüdür, amma yenə cəza kəsir. Bu hakim haqqında nə deyirsiniz? Deyirsiniz ki, bu zalimdir, ədalətsiz birisidir. Düzdürmü? Bəli. Məsələn, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, 3 nəfərdən qələm qaldırılmışdır. Dəli, uşaq və yuxuda olan. Nə üçün? Çünki bu 3 nəfərin özlərindən aslı olmayan üzürləri var. Bir kəs desə ki, bu 3 nəfər üzürlü olsa da Allah onları cəzalandıracaq. Biz ona deyirik ki, sən Allaha ədalətsizliklə, zalımlıqla sifətləndirən axmaq kafirsən. Bir adam desə ki, uşaq, dəli, şirk eləyir, küfr eləyir, Allaha söyür, ona görə böyük günah sahibidir, amma kafir olmur, deyir ki, sən axmaq kafirsən. Düzdürmü? Yəni, bugün də cəhalət səbəbi ilə şirk edənlərə bunlar üzürlüdür deyən kəslər mütləq və mütləq deməlidirlər ki, Allah onlara əzab verməyəcək. Hətta buna görə onları qınamayacaq. Amma bu kəslər nə deyir? Deyirlər ki, xeyr, Allah onları cəzalandıracaq. Onlar böyük günah edirlər. Və ya birisi deyir ki, bayaq dediyim kimi, şirk edən hüccət çatana qədər müşrik olmur, müsəlmandır, lakin böyük günah sahibidir. Qardaş, üzürlü kəs nəinki böyük günah sahibi, heç kiçik günah sahibi də ola bilməz. Bir adamı həm üzürlü görəcəksən, həm də cəza verəcəksən, həm də qınayacaqsan. Bu Allah Əzə və Cəlləyə qarşı iyrənc bir iftiradır. Allah Əzə və Cəllə üzürlü gördüyü quluna əzab verməkdən, onu böyük günah sahibi kimi cəzalandırmaqdan münəzzəhdir. Nə üçün Allah ona cəza verəcək? Deyirlər ki, dinlərini öyrənməkdən üz çevirdikləri üçün. Aha, artıq biz deyənə gəldilər. Dinlərini öyrənməmələri özlərindən aslı olan səbəbidir, yoxsa özlərindən aslı olmayan səbəbidir? Desələr ki, özlərindən aslı olan səbəbidir, artıq üzür qalxmışdır. Yuxarıda dedik axı, əgər bir kəs özündən aslı olan səbəblə özünə üzür gətirərsə və ya başqası ona üzür gətirərsə, ondan qəbul olunmaz. Bu o deməkdir ki, onlar üzürlü deyirlər. Çünki şirk etmələrinin səbəbi cəhalətləridir. Cəhalətlərinin səbəbi isə özlərindən aslı olan səbəbidir. Bu şəriətdə də belədir. Yuxarıda verdiyimiz təriflərdə, dünya qanunlarında da belədir. Ümumi qəbul olunmuş qaydadır. Şəriətdə İbn Qayyim məsələn, rahimehullah nə buyurur? Öyrənmək imkanı olub, öyrənməkdən üz çevirən müqəllid ilə heç bir şəkildə buna imkanı olmayan müqəllid arasında fərq vardır. Öyrənmək imkanına sahib olduğu halda səhlənkar davranıb üz çevirən kəs bir vacibi tərk etmişdir
və heç bir üzrü yoxdur. Tarixul Hicrəteyn 412. Yəni siz bunlar böyük günah sahibidir. O kəsə deyə bilərsiniz ki, öyrənmək imkanına sahib olduğu halda səhlənkar davranıb. Üzrü olmayan kəs üçün etdiyi şirkdə üzrü olmayan, özündən asılı olduğu səbəblə cəhaləti özündən qaldırmağa imkanı olduğu halda qaldırmayan kəsə deyə bilərsiniz ki, Allah onu cəzalandıracaq. Və bu kəs də cəhaləti ilə üzürlü olmayan kəsdir. Cəhalət ondan qalxmışdır və ona görə də müşrikdir. Yenə də İbn Qayyim rahimehullah buyurur ki, Allahın əmr və nəhiylərini öyrənmək imkanına sahib olmasına baxmayaraq, cahil qalan kəs hüccət iqamə olunmuş kəsin hökmündədir. Mədaricü's Səlikin 1-ci cild 239-cu səhifə. Allahın əmr və nəhiylərini öyrənmək imkanına sahib olmasına baxmayaraq, hansı əməlin şirk olduğunu, hansı əməlin küfr olduğunu öyrənməsinə baxmayaraq, cahil qalan kəs hüccət iqamə olunmuş kəsin hökmündədir. İndi sizin bu dediyiniz, cahilliklə üzürlü kəs dediyiniz adam hüccət iqamə olunmuş kəsdirsə, siz də etiraf edirsiniz ki, kimə hüccət iqamə olunubsa o müşrikdir, artıq da müşrik hökmü verilir. Yox, deyirsinizsə bunlara hüccət iqamə olunmamış kəsdir, artıq onlara böyük günah sahibi, kiçik günah sahibi əsla deyə bilməzsiniz. Allah onları cəzalandıracaq, Allah istəsə onları cəza verəcək deyə bilməzsiniz. Allah üzürlü kəsə əsla və əsla cəza verməz. Bu Allah Əzə və Cəllənin ədalət sifətinə ziddir. Kim desə ki, Allah üzürlü gördüyü quluna cəza verəcək, həm qulunu üzürlü görəcək, deyəcək bu qulum şirk etdiyi üçün, cahil olduğu üçün şirk etmişdir, üzürlüdür, necə ki siz deyirsiniz. Həm də ona cəza verəcəksə, bu Allahı ədalətsizlikdə vəsf etməkdir. Bunu iddia edən adam küfr etmişdir, kafir olmuşdur. Yəni bu icma olunmuş məsələdir. Öyrənmə imkanı heç cür olmayan kəs üzürlüdür və əsla qınanılmayan və cəzalandırılmayan kəsdir. Öyrənmə imkanı olduğu halda öyrənməyən kəs isə icma ilə hüccət iqamə olunmuş kəsdir. Bu danışan kəslər də əgər desələr ki, özlərindən aslı olmayan səbəbə görə cahil qalıblar, onda Allah onları cəzalandıracaq deməklə Allah Əzə və Cəllə iftira atan, onu ədalətsizliklə ittiham edən kafirlərdir. Allah bayaq dediyim kimi əsla və əsla qulunu ondan aslı olmayan səbəbə görə cəzalandırmaz. Bu onun ədalət sifətinə ziddir. Allah qulunu bir əməlinə görə cəzalandıracaqsa, mütləq üzürlü olmadığı üçün cəzalandıracaq. Bu qaydadır, yadda saxlayın qardaşlar. Allah Əzə və Cəllə bir qulunu bir əməlinə görə cəzalandıracaqsa, mütləq üzürlü olmadığı üçün cəzalandıracaq. Allahın üzürlü gördüyü quluna cəza verməsi, onu günahkar görməsi mümkün deyil. Üzürlü olmayan quluna gəldikdə isə, istəsə ədaləti ilə onu cəzalandırar. Bir adam içki içdi, içkinin haram olduğunu bilir, bilə-bilə içir. Oğurluq edir, oğurluğun haram olduğunu bilir, bilə-bilə oğurluq edir. Söyür-söymənin haram olduğunu bilir, yalan danışır, yalan danışmanın haram olduğunu bilir, hüccət çatıb bilə-bilə onu edir. Bu kəsə gəldikdə isə, bu kəs kimdir? Üzürlü olmayan kəs. Üzürlü olmayan quluna gəldikdə isə, Allah Əzə və Cəllə istəsə ədaləti ilə onu cəzalandırar, istəsə rəhməti ilə onu bağışlayar. Bu əqillə, fitrətlə, şəriətlə mümkün deyil ki, Allah həm qulunu üzürlü görür, həm ona böyük günah sahibi deyir, həm onu cəzalandırır. Bu mümkün deyil. Allah sizin ona nisbət etdiyiniz bu sifətlərdən ucadır, münəzzəhdir. Bu iddianız İsra surəsi 15-ci ayəni yalanlamaqdır. Allah Əzə və Cəllə buyurur ki, وَمَا كُنَّ مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولًا Biz rəsul göndərməyincə heç kəsə əzab vermərik. Yəni hüccət çatdırmayınca əzab vermərik. Sən isə deyirsən ki, bunlara hüccət çatmadıqları üçün üzürlüdürlər, amma böyük günah sahibidirlər. Bunu yer üzərində əqil sahibi olan heç kəs iddia etməz ki, bir kəs üzürlü olsun, eyni zamanda cəzalandırılsın. Bunu yalnız əqildən, dindən, elmdən məhrum olan kəs iddia edə bilər. Və sən deyirsən ki, bu demək deyil ki, biz deyirik kef eləsinlər. Sual yaranır, nə eləsinlər bəs? Kef eləməsinlər, nə eləsinlər? Nə deyəcəksiniz? Deyəcəksiniz ki, öyrənsinlər, araşdırsınlar, oxusunlar. Öyrənməyə, araşdırmağa, oxumağa imkanı olan kəs icma ilə üzür onlardan qalxmışdır, üzürlü deyirlər. Bu icmadır. Yox, imkanları yoxdursa, sizin onları öyrənməyə, araşdırmağa, oxumağa çağırmanızın bir mənası yoxdur. Çünki imkanları yoxdur oxumağa. Yazıb oxumağı bilməyən adam necə öyrənsin? Soruşmağa heç kəsi tapmayan adam necə öyrənsin? Sizin onları ittiham etməyə, heç cür qınamağa, heç cür ixtiyarınız yoxdur. Yəni sizin bu deməyiniz ki, bu iddianız
Allah Azze ve Celle'ye karşı büyük bir ittihamdır. Allah Azze ve Celle'ye karşı büyük bir iftiradır. Allah sizin ona nispet ettiğiniz bu sifetten uca ve uzaktır. Sübhaneke Allahümme ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.